kartı. Ay başı büyün kartınıza girip Tima deyip Tima'nın adını deyip bir bana pul gönderirsiniz. Allah başınızdan tüysün. Allah yüreğinize göre versin. Allah min katebesini versin. Ne niyetle atırsınız Allah başınızdan tüysün. Allah arzularınızı, niyetlerinizi, kismetlerinizi, fikirlerinizi, planlarınızın hamısını çir eləsin. Ruzinizi, bereketinizi başınızdan tüysün. Yüreğinize göre, arzunuza göre, niyetinize göre. Bak size bir söz diyeceğim. Deyir kimin için algıştı, kimin için kargıştı. Kimin için algıştı, kimin için kargıştı. Allah yüreğinize göre versin. Bak bu söz kimin için algıştı, kimin için de. Danışanda enerjimi toplayabilmirəm də. Ürəkdən, içalatdan danışıram. Ben danışanda elə danışıram. Ben ürəkdən cırıq çıxardıram. İçimdən sözümü cırıq çıxardıram boğazımdan. Kartı paylaşma, oturum kartımı koy. Boy, ay User. Cilin dolu olsun. Başı ciddi olanda ciddilikten bir şey çıkmır. Görürler Zuloy, məni Zuloy görürlər, əsəbi bir, ağlam bir, sərt bir kişi kimi görürlər. Başı ərləri qoymur bana baxmağa. Deyir, sən kişiyə baxırsan. Az dağarım başı, belə olanda ərləri də qoyur, gəlirlər, baxırlar belə. Amma belə olan kim başı qoymur ərləri. Təpəyə qapağın altına qoymur. Yazıq qısa baxır bana. Sən. Eğer olmayanda indi aşk hayatı zaten indi leyve aşk yaşayanlar da var da bacı koymur. Bütün leyve aşk yaşayanlar bir var arvad olasan, mesela için işe gelir arvad ev temizleyir veya da ki erde işe gelir arvad işe gelir kaynan evde oturur mesela için böyle bu başka söhbət. Biri de var ki leyve aşk yaşayanlar bacı o leyve aşklar ne leyve aşk işe gelir ne de bu birisi leyve aşk işe gelir sarılıyorlar her zaman telefondadılar ay baş birbirlerine baktırmaktan telefona baktırırlar. Onlardaki bu Tima'nın bu kırık yüreği, bu cırık yüreği ona kurban olsun. Ona denen ki Tima der ki buradan oraya ölsün ayağının altın der senden bir yerde. Arvad ikinizin de kavağında ölüm gedin bayırdan. Az mən sənin qabağında bir ulduz oturur. Sənin qabağında bir tanınmış adam, ulduz, fenomen. Gördünüz dünən Cafcırt nə dedi? Cafcırt'ı gördünüz. Cafcırt dedi ki Tima Hüseynzadə Bərdədə önəmli şəxslərdən biridir. Tanınmış insandır. Ondan sonra Qarabağ döyüşlərində iştirak eləyibdi. Ondan sonra geniş kütləyə malikdir. Emosyonal bir insandır. Bax belə nələr danışmadı mənim haqqımda. Allah'a bax siz qoyun Cafcırt'ı nələr deyəcək mənim haqqımda. Mən ürgətdim sonuç danışırdan. Cəmaət yəqin soruşubdan Cafcırt'dan ki bu Tima kimdir? Cafcırt'da hamısını yazılır. Pituk. Pituk sen bacındır. Pitukluğumu görmüşsən, məndən pitukluğa gitmişsən bir yerdə. Nə bilirsən, hadi qatan alım, qatan. Qapının ağzına resepsiyon işləyirdin, ondan sonra papakarlı işləyirdin, dəftər tutmuşdun, yazırdın, siyah tutmuşdun. Nə bilirsən, başıma dönüm, mənlə bir yerdə gitmişdin. Deyirəm ay başı, birdən ölüb eləyərəm. Kimsə mənim kartıma girməyə çalışar da, başı, üzümü göstərir, elə girər. Ona görə belləmişəm. Deyik ki maz geldi. Ay Aysel. Allah başından tüysün. Allah baba ne niyetten attın Allah gelbilirsin. Çok zor fitrenge fesatına kurban olma. Ata tərəfimdən əlaqəm yoxdur. Onlarla xoşum gəlmir. Mənim üçün onların elə bir günə ki çox az faizli içərilərində yaxşı adamlar var. Yəni mənim üçün onlar 99,99% mənim üçün pisdir. Yəni içərilərində amma gözəl yaxşı insanlar var. Amma 99,99% pisdir. Amma anam tərəfdən heç kimi tanımıram. İşte də tərəfimdən də heç kimi tanımıram. Ana tərəfimdən də ki elə öz ailələrini tanıyırdım. Belə pis insan deyirdilər. Məsəl üçün nənəm, babam çox Allah rəhmət eləsin, çox gözəl insanlar idi.
Amma daim uşaq vaxtı bizi döyürdü nar çubuğu ilə. Daim haqqında fikir bildirə bilmərəm, bizi döydüyünə görə nar çubuğu ilə salırdı nar çubuğunun altına, şey deyirdi, nadişlik eləyəndə deyirdi, gedin nar çubuğunu hazırlayın gəlirəm. Nar çubuğunu hazırlayın gəlirəm, ağzımız nə da nar çubuğunu hazırlayaq, gedir nar çubuğunu başı özümüzcə, qəşəkcənə gedir nar çubuğunu katlayırdıq, gətdirdik, bax belə doğrayırdıq, gedir nar çubuğunu, üstünü başını təmizləyirdik, gətirirdik, qoyduq küncə. Ölvin də rəhmətə gedirdi, bu yaxında cavan öldü, amma uşaqlar cavan öldü, şeydi, elə bu bayramın günü, yeni ildə, elə bir ki, getmişdi qonşularının belə pilləkəni var idi, oradan çıxıb gedib onların bayramlarını təbrik edilmişdi, qonşulardan, kişilərdir bir-birlərini qeyb gəldilər, oradan pilləkənin elə bir yıxılıb, doranga durung, başı deyib yerə, başa düşdüyün o pilləkəndən, başı çartlamışdı, neysə başı çartlamışdı, bunu qaldırdılar Bakıya, bunun beyni öldü, yox, beyni öldü, ürəyi yaşayırdı da, amma komaya girmişdi elə bir günə ki, başı. Komaya girmişdi, elə bir günə ki, beyin ölümü keçirmişdi. Bir həftə zat saxladılar komada, komadan sonra komadan ayılmadı. Məcbur fişini çəkdilər, gətdilər, bastıdılar, Allah rəhmət eləsin. Telmandı dayın, Allah rəhmət eləsin. Bizi yaman döyürdü, dəmir yiyən deyirdi həmişə bizə, dəmir yiyən deyirdi, ay başı, gedirdik, bizə saat-zat satırdı bazarda, nə bilim, elə o aniyozat satırdı bazarda, elə bir bizə saat-zat verirdi uşaqlar, o vaxtda papaqlar çıxmışdı, belə papa kefkaydı, burasında da vertolyot zad var idi, gedirdi vertolyotu, papağı buradan bizə verirdi, biz papağı götürür, qaçırdıq, anamın dayısı gil vardı, onların məhlələrində bir tualet var idi, bacı qapılarında, onlar da orada yaşamırdı, yürüsiyetdə yaşayırdılar, qonşuydular. Papağı bizə verirdi bacı, papağın buradan ventilatorunu qoşurduq, gedirdi onların tualetinin ağzına, hamımız düzülürdü yora, xala uşaqları hamımız, düzülürdük düz tualetin deşiyinin qabağına, papağın buradan ventilatorunu qoşurduq, tulluyurduq deşiyin içinə, bacı deyirdik görək tualetin içindən ağayır aşaq, deyirdik görək bu tualetin içindən ağayır, hamımız bir növbə ilə sıra tulluyurduq ora, saat verirdi bizə, cükküldüyən saat, çəkişin altına qoyurduq, içini çıxardırdıq görək deyirdik bu niyə cükküldüyür ay bacı. Saatlarını oğruyurduq həmişə, oğruyurduq saatlar, bizə görürdü dəmir yiyəni, bizə işinə vermirdi. Sonradan başlayırdıq oğurluğa keçirdik, quldurluq edirdik. Quldurluq, saat-saat gətirirdi, gedirdi, Bakıdan mal vururdu, gətirirdi, yığırdı bizdə kuloklarının zadını bax belə sökürdü, indi səhər bazara aparacaqdan, belə başa düşdünüz. Neysə, kulokların arasında zadını gizlədirdi, yapardıq, dökürdü zivilliyə. Zivillikdən zadan oğruyub, hamısını yığıb apar dökürü tualetə. Deyirdi, maraqlı oldudan, deyirdi, tualetin suyun içində görək nə aracaq, ay baş. Rəhmətli babamın şallağı var idi, ay uşaqlar. Neysə, apardıq şallağı tulladıq, iki bir kanalizasiya var. Kanalizasiyada neysə görmüş deyib, biz bilmirəm. Kanalizasiya, şallağı apardıq, tulladıq, kanalizasiyanın içində görək nə aracaq şallağı orada. Neysə, gözünə dönüb, babam dedi ki, şallağı getirin bura. Bizə bilsən, babam nə deyirdi, uşaq var, şülüxa. Hələ şeyin mənası bilmirəm nə deməkdir. Şülüxa deyirdi bizə. O vaxtda bizə şeirzad danışır, nə paz maşının şeirzadı deyir, bir paz maşını olur, nə bilim, cəmatı yığır içinə gedir, nə bilim, cəmat içində paz maşınının iylənir, nə bilim, nöydisi gələn, elə şeylər danışırdı.